Bura adi bir bina kimi görünə bilər. Kənardan baxanda hər şey qaydasında, sadə, sakitdir. Amma bu divarların arasında bir igid, Fariz Şıxəliyev dünyaya gəlib. Dəfn olan gün onun balaca əlində hələ 3 ay tamam idi. 3 aylıq uşaq idi həmin gün. 3 ay tamam olurdu. Mamam görüşmək istedi. Mənə dedi ki, mamamı qoyma görüşməyə. Çünki o çox dözə bilməyəcək. Mamam çox sarsıntı keçirdirdi, çox ağlayırdı. Görəndə pis olacaqdı. Mamam həyəcanlanmasın deyə mamama deyirdi ki, o gəlməsin. Bizlə görüşdü, amma bizə müharibə olduğunu bildirmədi. Onunla görüşdü. Elə bil ki, Əli o qədər ağladı ki, o getdiyinə saat 5 idi. Səhərə yaxın 5 idi. Əli o qədər ağladı. Əlini mən 2-3 saat sakitləşdirə bilmədim. Əli hədsiz aşağı ağlayırdı. Və sonra biz anagilə getdik, yəni qaynanamgilə getdik. Ora getdik. BBC də gəlmişdi, baldızım da gəlmişdi ora. Biz hamımız oradaydıq. Əli elə bil ki, Farizin şəhid olduğu günü, Əli 2-3 gün gecə səhər-gün yatmadı. O qədər ağlayırdı. Sanki hiss edirdi ki, Əli ki, atası şəhid olub. Fariz Şıxəliyevin igidlik dolu hekayəsi Şəbnəm Mirzəyevanın təqdimatında.